Bir gün baxıb aydın əlvə, sən açıq aydın, 5 barmağı 14 dənə də oynağı saydın. Ya Rəbb, huzurunda şəhadət ver aydın. Ölsə bu rəqəmlər və iman eylədi getdi. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm hər zülmə, saadət görmədim ki, görmədim. Bugün Azərbaycan folklorunun bir qolu olan meyxana sənətinin yaddaşlarda iz qoymuş sənətkarı Aydın Xıdanalı haqqında bəhs edəcəyik. O təkcə meyxana demirdi. O sözü həqiqi şəkildə vəsf edirdi. Hər sözündə bir məna, hər misrasında bir həyat vardı. O xalqın sevimli və sadə şairi Aydın Xıdanalı idi. Kainat rəsm əsəri, Tanrıdır mütləq rəssam. Kainat rəsm əsəri, Tanrıdır mütləq rəssam. Yəni ondan sonra hər kim nə çəkib, zay çəkdi. Bir vaxtlar Xırdalan küçələrində bir səs dolaşırdı. O səs adi səs deyildi, o səs çağırış idi. Sanki insanları oyadırdı, azan kimi yüksəlirdi göylərə. O minarədən yox, məscidin düz ortasından səslənirdi. Bu səsin sahibi Aydın Xıdanalı idi. Xırdalan kəndinin azad verən şairi. Çünki onun sözü sadəcə eşidilmirdi, insanları oyadırdı. Səhranı gəzən yerdə bataqlıqlara batdım. Dəryanın üzən vaxtı burulğanlara düşdü. Onsuz da cəhənnəm odu etməz mənə təsir. Ondan da betər atəşi hicranlara düşdüm. İslanmışa çox gəlmə, hədə qorxu yağışla. İslanmışa çox gəlmə, hədə qorxu yağışla. Məndən xəbər al, gör necə leysanlara düşdüm. Bugün söz deyən çoxdur. Amma söz sənədinin nidasını Aydın Xıdanalı qoydu. O Aydın Xıdanalı ki, vəfatından sonra hələ də xalq tərəfindən sevilir, hələ də xalq tərəfindən meyxanaları və sözü rəğbət görür. Allah rəhmət eləsin. Əvvəl ata sülbü, ana bətni və bu dünya hər dəhrə cəza çəkməyə zindanlara düşdü. Bir dəhrə verilmiş ömrü xoş yaşamaq üçün yaş işlərə girdim, quru böhtanlara düşdüm. Mən marşrut ilə gedən illər tələbə idim. Pul yoxdur, düşərsən dedim insanlara düşdüm.